Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugün bəşəriyyətin ruhuna işıq saçan, imanımızı təzələyən, qəlblərimizi bərabərlik və sevgi ilə dolduran mübarək bir gündür. Bugün göylərin nurlandığı, mələklərin müjdələdiyi, səmanın Allahı zikr edənlərə müjdə olsun deyə səsləndiyi bir gündür. Bugün günahların tövbə ilə silindiyi, qəlblərin Allaha daha da yaxınlaşdığı bir gündür. Bugün müsəlmanların böyük sevinclə qarşıladığı mübarək Ramazan bayramından danışacağıq. Bu bayram təkcə bir ay boyunca tutulmuş orucun sona çatması deyil, həm də Rəbbimizin bizə bəxş etdiyi mənəvi yüksəliş və bərabərlik günüdür. Elə isə gəlin bu mübarək günün mənəvi dəyərini qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat Məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədovla birgə müzakirə edək. Vüqar müəllim, xoş gəlmişsiniz. Necəsiniz? Allah razı olsun. Təşəkkür edirəm. Var olun. Siz sağ olun Vüqar müəllim. Vüqar müəllim, bildiyimiz kimi sabah artıq Ramazanın sonuncu günüdür. İnşallah qismət olarsa 30 Martda, yəni biri gün artıq bayramı qeyd edəcəyik. Bu münasibətlə İslam deyir ki, kollektiv adından sizin timsalınızda Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edir. Ümid edirik ki, bütün İslam ümməti bu bayramı günahlardan təmizlənmiş, arınmış bir vəziyyətdə qeyd edər. Hz. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, oruç tutan üçün iki sevinç vardır. Biri iftar etdiyi zaman, digər isə Rəbbinə qovuşduğu zaman. Vüqar müəllim, sualım bundan ibarətdir ki, Ramazan bayramının İslamda əsas mahiyyəti nədən ibarətdir? Bəli. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Resulina Muhammed və ala alihi və sahbihi ecmain. Yəni bilirsiniz, oruc ibadəti İslamın ən böyük ibadətlərindən biri sayılır. Öncəliklə, yəni bayrama qeyd etməyimizin əsas səbəbi nədir? Bunun üzərində duraq. Yəni oruc ibadəti insanı tərbiyə edən bir ibadətdir. Yəni Quran-ı Kərimin 183-cü Bəqərə surəsinin 183-cü ayətində də qeyd olunduğu kimi, sizdən əvvəlkilərə oruc ibadəti fərz edildiyi kimi sizə də fərz olundu ki, umulur ki, təqvaya çatasınız. Təqva da Quran-ı Kərimin ən önəmli terminidir. Təqva nə deməkdir? Zərərli xüsuslardan uzaqlaşmaq, insanın faydasına olan ibadətləri isə həyata keçirmək deməkdir. Yəni, dinin təməl məntiqi də budur. Yəni, insanın qəlbini nurlandıracaq, Allaha yaxınlaşdıracaq əməlləri etmək, zərərli vərdişlərdən də qumardır, zinadır, nə bilim, dedikodudur, qeybətdir, bunlardan da uzaqlaşmaq deməkdir. İndi, yəni, yaradan yaratdığını çox gözəl bilir. Yəni, insan heç bir zaman bu dünyaya öz istəyi ilə və yaxud da tərcihi ilə gəlmir. Amma gözünü açır, insan olduğunu görür və də buna çox şükür edir. Niyə görə çox şükür edir? Çünki digər məxluqatları Allah-u Teala onu üstün yaratmışdır. Və insan yeganə varlıqdır ki, həyatına özü məna verə bilir. Müəyyən qədər təbii ki, məna verə bilir və bilmək lazımdır ki, necə ki, insan yeməsə, içməsə, ölüb gedər, eyni zamanda insan özünü müəyyən şəkildə tərbiyə etməsə, bu dünyada məhv olub gedər. Yəni, ona görə də, məsələn, dünyada elə şeylər, elə zərərli vərdişlər, alışqanlıqlar vardır ki, məsələn, insan narkomaniyaya alışdı, nə olur? Bədəni tükənir, gedir, deyilmi? Bu da ləzzətdir, yəni. Bir ləzzətdir ki, insanlar əgər iradəsi zəif olduğusa, bu bataqlığa çox asanlıqla düşə bilər. Yəni, oruc ibadətində əsas məsələ budur ki, biz göstəririk ki, ey iradəmiz, sən başqasının və yaxud da dünyanın və yaxud da nəfsin əlində, şeytanın əlində deyilsən, sən mənim əlimdəsən. Yəni, öz iradəmin, özümün əlindəsən və insanın Allaha bəxş etdiyi o cövhər ki, ağıl cövhəri ki, insanı zərərli vərdişlərdən uzaqlaşdırır, xeyri etməyə. Ağıl elə bir şeydir ki, yaxşını pisləmə ayıran şeyə biz ağıl deyirik, deyilmi? Yəni, onun əmrinə verməyə o gətirib çıxarır. Və oruc ibadətinin əsas mahiyyəti odur ki, başqa tərəfdən baxdığımız zaman insana Allah-u Teala Quran-ı Kərimdə və Peyğəmbərimizin hədislərində qeyd olunmuş kimi, insanın əsas orqanı, yəni iman etmə orqanı qəlbidir. Qəlbi ilə insan inanır, Allahı sevir, sevmək o orqanı da qəlbidir, nifrət etmə orqanı da qəlbidir.
Bununla da yani insan da bir insan namazı nəyə görə qıla bilər və yaxud da deyək ki, digər zəkatı nəyə görə verə bilər? Yəni Allaha inandığı üçün, dini sevdiyi üçün verə bilər. Digər başqa insan üçün bunu maraqlı da deyildir. Amma demək ki, mömin olmaq üçün sevmək lazımdır. Quran-Kərim bunu çox vəciz وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ Yəni iman edənlərin Allah sevgisi daha şiddətlidir. Hətta Peyğəmbər də buyurur ki, məni canınızdan, malınızdan, bütün övladlarınızdan çox sevmədik ki, həqiqi mənada iman gətirmiş olmazsınız. Bunun əsas səbəbi nədir? Yəni sevgi bol olacaqdır ki, o İslamın çətinliklərini yaşaya biləsən, ibadətlərini gecə vaxtında, səhər vaxtında yerinə yetirə biləsən, zəkatını verə biləsən, oruc asan şey deyil, səhərdən axşama qədər insanın alışdığı vərdişlərdən uzaq durması, məsələn, asan məsələ deyildir ki, insanda, bir çox insanda buna görə tutmur. Oruc ibadəti belə bir ibadətdir ki, yəni sənin iradəni özünə verir və də insanda olan o bayaq dediyim, o qəlbə hakim olmağa çalışan qüvvələr vardır, məsəl üçün bu. Belə deyə bilərik mi Vüqar müəllim, bu Ramazan ayında, oruçluq ayında insan öz iradəsini daha yaxşı tanıyır. Bəli. Özünün nəyə qadir olduğunu bilir. Özünü tanıyır, bayaq da onu söylədim. Yəni insanın nəfis hakim olmaq istəyir. Nəfis hakim olduğu zaman o şeydən ancaq pisliyi əmri. Baxın, sizə bir şey deyim, orta insan yoxdur. Ya yaxşı insan var, ya pis insan vardır. Nəfsinin arzularını yerinə yetirən insan, məsələn, qumardır, içkidir, zinadır, nə bilim, insanlar arasında çaxnaşmadır, dedidir, qodudur. Bu insanlar toplumda çoxdur. Bunlar nəfsinin qulu insanlardır, nəfsini arındırmamış insanlardır. Yəni, tərbiyədən keçməmiş, təzkiyədən keçməmiş, hikmətə qonmamış insanlardır. Digər tərəfdən də, yəni mən vicdanımı kirlədə bilmərəm. Çünki insanın içərisində hər zaman vicdanı var. Mən özümü arındırmalıyım. Dinə bizim yönəlməyimizin səbəbi də budur. Nəyə görə dinə yönəlirik? Təmizlənmək üçün, arınmaq üçün. Bir, yəni, deyək ki, öndərin rəhbərliyində kəmə ərsəlnəkum rasulə minkum yətlu aleyküm əyətinə və yüzəkkikum sizi təmizlənir və yuallimukul kitəbə və hikmətə sizə kitabı və hikmət öyrədir. Yəni, insan necə ki, öz başına yaşaya bilməz, nədir, xeyirli qidaları alıb böyüdüyü kimi mənəviyyatı da belədir. Bütün peyğəmbərlərin gəlməsi də bunun üçündür. Mən bunu deyirəm ki, yəni oruc insana hikmət öyrənir. Hikmət nə deməkdir? Bu dünyadan necə istifadə edəcəyini bilməkdir. Çünki insan o Bəqərə Ali-İmran surəsinin 14-cü ayəsi var. Zuyinə linnəsi bu şəhvət minən nisəyi vəl bəninə və qanatir muqantarati minən zəhəb vəl fıddat vəl ənami vəl harz dəlikə mətəul həyatı dünya və Allahu indəhu husnul məəb. Nə deməkdir? İnsana şəhvətlər sevdirildi. Şəhvət nə deməkdir? Arzu istək deməkdir. Hətta böyük mütəfəkkirlər nə deyil? İnsan arzudan ibarətdir. Bir arzusunu həyata keçirdi, o biri arzusunu həyata, o biri. Peyğəmbərimizin də bir hədisi var. Deyir ki, insanoğlu əməl arzu deməkdir ərəb dilində. Bu arxasıca qaça-qaça gedir arzularını. Amma ansızın ölüm gəlir, bir də görürsən ki, yəni əsas məqsədi unutmursan. Allah səni bu dünyaya kim göndərib, nə üçün göndərib, onun məqsədi də nədir? Yəni orucun əsas məqsədi insanı dünyadan soyutmaq. Nə anlamda soyutmaq? Maddi anlamda. Yəni insanın bütləri var. Nə bütü var? Mal bütü. O bayaq ayədə saydığım insanlara şəhvətlər sevdirildi. Qadın, övladlar, mal, dövlət, mal, məqam, mövqe. Təbii ki, insanın zövcəsi bunlar xeyirli şeylərdir. Amma məsəl üçün, bunları büt halına gətirirsən, mən bunun üçün çalışıram. Yəni, Allahı unudursansa dünyada, ki bunlar Allahı unuttururlar, bu gözəl bir ayətdir. Və lə təqulu nəsullaha və ənsəhu ənfusəhu. Allahı unudan, Allahın da onlara özlərini unutturduğu kimsələr kimi olmayın. Yəni bunların arxasıca, dünyanın arxasıca qaçarkən biz nədən məhrum oluruq? Özümüzdən məhrum oluruq. Allahdan məhrum oluruq. Ona görə də oruc ibadəti bizə o aclıq, insan, məsələn, çox gözəl hikəm kitablarında qeyd edirlər ki, Allah-u Teala heç vaxt zaman təkəbbürlü insanları sevmir. İnnəllahi la yuhibbu kullə muxtəlin faxur, özünü bəyənən insanları. Özünü bəyənən insanlarda nə olur? Qarnı doyduğu zaman, elə mədənin şəhvəti elə belə şəhvət deyildir. İnsan yeyib-içib doyduğu zaman günah etmək istəyər, mənəm deyər. Yəni, ənə Rabbukumul a'la dedi Firavun. Əslində təfsir alimləri deyir ki, hər insanın nəfsi bunu söyləyir.
Ona görə də o nəfis zəifləyəndə, yemək yeməyəndə o aciz olduğunu hiss edir və Rəbbinə yalvarmağa başlayır. Rəbbimiz də bizim bu faqr halımızı sevir. İstiğna, yəni mən özümə yetərəm, yəni dua etmərəm. Qəlbimiz də dua etməməyə başlayır. Yəni insanın qəlbi Allahla nə zaman danışmağa başlayır, o zəif olduğunda, onu aciz olduğunu, yəni acizliyini daddırır insana. Çünki insan zəif bir məxluqdur, amma bir də gördün ki, dünyaya tək canlı ilə meydan oxumağa və də o da onu məhv edir. Təkəbbürə aparır, günaha aparır və biz buna sevinirik. Şeytanımız üzərində çaldığımız qələbəyə sevinirik. Əyyamu farahlı intisar və 30 gün boyunca və bizim qəlbimiz nurlanır, cilalanır. Mələkut aləminə siz çox gözəl giriş etdiniz. O girişdə yəni səma ilə əlaqə qurmağın yolunu, yəni insanlar bir bağ var, o yəni şəhvətlə, yəni dünya günahları ilə kirləndiyi zaman o bağ qopur. O bağı canlı saxlamaq üçün, mələkut aləminə, qəlbi cilalamaq üçün, parlatmaq üçün nə lazımdır? Günahlardan uzaq durmaq lazımdır. Biz buna sevinirik ki, biz hikmətə qonduq, biz bu dünyanı anladıq və bayram bu şəkildə qeydirik. Həqiqətən də sevinməli bir gündür. Yəni ki, bayramlar hər zaman bir şey üzərində çaldığın qələbəyə sevinirsən. Onun sevincidir. Bu bayramda inşallah nəsib olar, nəfsimiz üzərində qələbəyə seviniriz. Bəli, inşallah. Allah Quran-ı Kərimdə buyurur, Allahın sizə verdiyi nemət sayəsində bir-birinizlə qardaş oldunuz. Bəli. Bayram münasibəti ilə qardaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək adına nələr edə bilərik? Bəli, çox gözəl sualdır. Yəni, Ramazanın əsas məqsədlərindən birisi də şəfqət, mərhəmət ayıdır. Mərhəmət nə deməkdir? Yəni, mərhəmət övlada mərhəmət, zövciyə mərhəmət, qardaşlara mərhəmət, qohum-əqrabaya mərhəmət, qonşulara mərhəmət. Yəni, sevmək deməkdir. Mərhəmət də qəlbdən olur. Yəni, və ictimailəşmək deməkdir. Ona görə də mömin möminin aynasıdır, mömin möminin güzgüsüdür, mömin möminin qardaşıdır, ona üz çevirməz, onu sahibsiz qoymaz. Ona görə də qardaş ziyarətləri, bərabər süfrə arxasında oturmalar, dəvət etmələr, yəni ziyarət etmələr bayram günündə ən ümdə vəzifələrimizdən biridir ki, yəni bu Ramazan qardaşlığını, din qardaşlığını, mənəvi qardaşlığı həyata keçirir. Bu da təbii olaraq həyata keçirir. Yəni hər kəs istəyir ki, mömin qardaşı ilə qucaqlaşsın və onu təbrik etsin ki, yəni bu böyük bir ibadəti həyata keçirin. Allah-u Teala ibadətlərini, dualarını, nəfsinlə olan mücadiləni qəbul eyləsin və insanlar mələkləşərək bu aydan çıxırlar. Ona görə də bir-birlərini ziyarət etmələri, bir-birlərinə hədiyyə vermələri, bir-birlərini süfrəyə dəvət etmələri Ramazan bayramının xarakteristik xüsusiyyətlərindən başlıcalar içindir. Demək, Peyğəmbərimiz sallallahu buyurur ki, Allah bu günü sizə bayram etdi. Odur ki, məscidə gəlin, birlikdə namaz qılın, dualar edin və bir-birinizi sevindirin. Sualım bundan ibarətdir ki, bayram namazı və onun fərdi və cəmiyyət üçün faydaları nələrdir? Bəli, yəni bütün millətlərin bayramları vardır ki, orada birlik, vəhdət şuurunu hiss edirlər və o günlərdə sevinirlər və o milli mənlik şuurunu eyni zamanda idrakını qazandırır və bir mədəniyyətə, bir millətə, bir yəni yerə mənsub olduğunu bildirir. Yəni bu Ramazan və Qurban bayramı, İdül-Fıtr və İdül-Ədha dediyimiz bayramlar da bizim böyük bir mədəniyyətin, 14 əsrlik bir mədəniyyətə və dünyada bütün müsəlmanların vəhdətini bizə hiss etdirir. Və Peyğəmbərimiz bayram namazlarını məsciddə də qılmazdı. Musalla deyilən çox geniş yerdə qılardı. Yəni bütün Mədinəni toplayardı orada. Ki, yəni o vəhdəti, kəsrətdə vəhdəti, yəni çoxluqda vəhdəti hiss etsinlər deyə. Yəni bir olduqlarını hiss etsinlər. Yəni o Peyğəmbərin bir hədisi var ki, Müslümü kəl-cəsədil vahid idəştəkə minhu udvun vahidun tədaa ləhu səiril cəsədi bis-səhəri vəl-humma. Müsəlmanlar yəni bir bədənin əzaları kimidir, vəhdətdədirlər. Yəni onda bir üzv xəstələnsə, hamısı o şeyi hiss edərlər. Ona görə də biz bütün müsəlmanların sevincini də, dərdini də
bərabər hiss edirik. Ona görə də yəni vəhdət halında və bir yerdə qılınması İslamda önəmli görülür. İndi deyək ki, müsəlmanların sayı çoxalır, yəni eyni məsciddə hamı qılası olsa yer çatmayacaq deyə zərurətdən bu şeylər ortaya çıxır. Yəni, məsələn, bəzi ölkələrdə var ki, stadyonlarda qılınır deyək ki, bayramlar kütləvi şəkildə hiss etsin deyə. Yəni, Peyğəmbərimizin bayram namazını qılmasına, yəni musalla deyilən yerlərdə olub ki, yəni o bütün bayramın coşqusunu orada hiss etsinlər deyə. Evet. İnşallah bu bayram namazında həqqi vəhdəti, həqqi qardaşlığı yaşayarıq biz də. İnşallah. Bayram yalnız bolluq və sevinç deyil, həm də paylaşmaq və yardımlaşmaq günüdür. Fitrə zəkatı bayram sevincini hər kəsin yaşaya bilməsi üçün nəzərdə tutulmuş xüsusi bir ibadətdir. Ramazan bayramı günü fitrə zəkatı vermək niyə vacibdir? Bəli, gözəl sualdır. Fitrə zəkatının başlıca 2 səbəb var. Bir, fəqir müsəlmanların da digər müsəlmanlar üçün bayram süfrası açması və yaxud da yeni paltarlar alması üçün, bayramı onlar kimi idrak etməsi üçündür. İkincisi də insanlar istər-istəməz Ramazanda etdiyi xətalar vardır, dedikodular vardır, qeybət vardır. Yəni, orucun ruhunu zədələyəcək, ruhuna uyğun olmayacaq etdiyi əksikliklər vardır. Hamımızda vardır. Yəni, sahuru gecikdirmişik, gec qalxmışıq, cürbəcür vardır və bunları tələfi etmək, yəni kəffarəsi kimi onu ortadan qaldırmaq üçün Allah-u Teala fitir sədəqəsini də vacib qılmışdır ki, bunun artıq 3 kilo xurmadan, 3 kilo buğdadan deyə və yaxud da bu miqdarda puldan təxminən 15 manat kimi adam başına verilən fitrə sədəqəsidir ki, bu da bayram namazına qədər verilməsi lazımdır ki, müsəlmanlar bunlardan istifadə etsin. Yəni, bir adamın fitrə sədəqəsi bir neçə adama verildiyi kimi, bir adam da bir neçə adamın fitrə sədəqəsini ala bilər deyə alimlərimiz fətvalar vermişlərdir. Bəli, fitrə zəkatından danışmışkən bir sual da verim bununla bağlı. İctimaiyyəti maraqlandıran suallardan biridir bu da. Bayram axşamı, yəni sabah bayram namazı qılınacaq, həmin ondan bir gün axşam. Evdəki insanların sayına mı görə fitrə zəkatı çıxır, yoxsa necə? Yəni evdə bəzən olur ki, qonaqlar da olur. Buna necə izah edirsiniz? Yəni burada belə bir şey vardır ki, insan mükəlləf olduğu insanların fitrəsini verməsi lazımdır. Yəni həddi buluğa çatan övladlarının deyil, məsəl üçün, amma həddi buluğa çatmadığı iaşə və ibadətini təmin etdiyi insanların insan başına fitrəsini çıxarıb verməsi, xanımının verməsi ona vacib deyildir, çünki xanım özü verər. Amma deyək ki, həddi buluğa, yəni və yaxud da zəncin övladı vardırsa, onların da yerinə vermiş olsa keçərli olur. Amma onların yerinə verməklə, yəni kiçik uşaqlarını verməklə məhsuldur, amma böyük uşaqlarını verməklə məhsul deyil. O ki, qaldı qonaqlardır, onların da fitrə zəkatını verməklə məhsul deyil. Vacib olan özünündür və baxması ilə mükəlləf olduğu insanların fitrə zəkatını verməsi lazımdır. Həm də fitrə zəkatın çalışıb vaxtında çıxarmaq lazımdır ki, yəni burada kişi, dəli, deyək ki, dəlidir, nədir, bunların da fitrə zəkatı veriləcəkdir. Həmçində o vaxtında çıxarsaq biz ehtiyaclı ailələrə də bayram sevincini yaşaya bilərlər. Bəli. Bayramlar uşaqların yaddaşında iz buraxan ən gözəl günlərdir. Onlar bu günləri hədiyyələrlə, şirniyyatlarla və sevinclə xatırlayırlar. Amma biz onların qəlbinə bu bayramın mənəvi tərəfini də aşılamalıyıq. Uşaqlara bayramın mənasını və dəyərini necə öyrətmək olar? Yəni, gözəl sualdır. Yəni, uşaqlara sevdirərək, uşaqlara qissələr danışaraq, hekayələr danışaraq, orucla əlaqəli çox gözəl qissələr vardır. İnsanın təmizlənməsi ilə əlaqəli çox gözəl nağıllar, qissələr vardır. Yəni, uşaqların da xəyal aləmi bu şeylərlə çalışır. Onlara ağır, deyək ki, fikri yönünü, əhkam yönünü anlatmaq deyil, nağıllar şəklində şeytanın hilələrini və yaxud da mənəvi təmizlənmənin rolunla bağlı hekayələr danışaraq və onlara iftar vaxtlarında hədiyyələr verərək, müxtəlif istədikləri yerlərə apararaq,
müxtəlif qardaş süfrələrə götürərək, qardaşlaşdıraraq, başqa uşaqlardan bərabər də sevinci yaşayaraq, məscidlərə apararaq onlarda fərqli bir atmosferin, yəni o formalaşması meydana gəlir. Ona görə də o, deyək ki, o şəraitdə olan yerlərə apararaq ki, uşağın xəyal dünyası ilə canlanır ki, biz atalarımız oruç tutarkən bərabər iftar edərdilər, bərabər çay içərdilər, bərabər dini söhbətlər edərdilər, yəni çəkinərdilər, edərdilər. Yəni bu demək ki, şəraiti onlar üçün təmin etmək lazımdır. Allah razı olsun Vüqar müəllim. İslam Dəyişik kollektivi adından sizə gəldiyiniz üçün bir daha təşəkkür edirik. Suallara ətraflı cavab verdiyiniz üçün öz təşəkkürümüzü bildiririk. Qarşıdan gələn Ramazan bayramınız da bir daha mübarək olsun. Mən də sizin bayramınızı təbrik edirəm və fürsətdən istifadə edib eyni zamanda xalqımızın və də ki, bütün İslam aləminin mübarək Ramazan bayramını təbrik edirəm. Allah Teala'dan təmənnam odur ki, Allah Teala onların etdikləri ibadətləri, duaları, zikirləri dərgah-ı izzətində ən gözəl şəkildə qəbul eyləsin. Çox sağ olun Vüqar müəllim. Təşəkkür edirik. Əziz müsəlmanlar, bu günün sevincini yalnız özümüz üçün deyil, ətrafımızdakılar üçün də yaşadaq. Qəlbləri barışdıraq, sevgimizi paylaşaq və Rəbbimizə şükür edək. Bayram yalnız şənlik deyil, könülləri yumuşatmaq, Allahın əmr etdiyi qardaşlığı gücləndirmək günüdür. Ramazan boyu qazandığımız gözəl xüsusiyyətləri həyatımızın hər günündə yaşamaq arzusu ilə Allah'a əmanət olun.